Hər birinizi salamlayıram. Bu günləri sizlərlə bir yerdə 8-ci sinif biologiya dərsi səhifə 61 insanın qan dövranı dərsinin izahına baxacağıq. Gəlin ilk öncəliklə dərsimizlə tanış olaq. Damarların quruluşu və funksiyası. İnsan orqanizmində quruluş xüsusiyyətinə və funksiyasına görə arteriya, vena və kapilyar qan damarları mövcuddur. Arteriyalar qanı ürək boşluğundan çıxarır, venalar isə qanı ürək boşluğuna gətirir. Arteriya damarlarının divarındakı saya əzələ qatı vena damarlarına nisbətən daha qalındır. Vena damarlarında qanın geriyə axmasının qarşısını alan cibə bənzər aypara qapaqlar mövcuddur. Çox kiçik diametrli damarlar olan kapilyarların divarları bir qat yastı epiteli hüceyrələrindən təşkil olunmuşdur. Mübadilə prosesləri bilavasitə kapilyarlarda baş verir. Qan dövranı. Qan bədənimizdə böyük qan dövranı və ağciyər dövranı olan iki qan dövranı ilə hərəkət edir. Böyük qan dövranı ürəyin sol mədəciyindən başlayır. Sol mədəci yığılaraq arterial qanı ən iri arteriya olan aortaya vurur. Aorta ürəkdən çıxdığı yerdə sol aorta qövsü əmələ gətirir. Aorta qövsü uzaqlaşdıqca orta və kiçik arteriyalara şaxələnir. Toxuma və hüceyrələrdə əmələ gələn parçalanma məhsulları vena kapilyarlarına toplanaraq əvvəlcə kiçik, sonra isə iri venalara ötürülür. Bilavasitə yuxarı və aşağı boş venalar vasitəsilə ürəyin sağ qulaqcığına daşınır. Yuxarı boş vena baş, boyun və qollardan, aşağı boş vena isə bədənin digər hissələrindən venoz qanı ürəyə gətirir. Böyük qan dövranı sağ qulaqcıqda bitir. Ağciyər dövranı ürəyin sağ mədəciyindən ağciyər kötüyü ilə başlayır. Ağciyər kötüyü venoz qanı ağciyərlərə aparan sağ və sol ağciyər arteriyalarına ayrılır. Bu arteriyalar ağciyərlərə daxil olur. Burada venoz qan arterial qana çevrilərək ağciyər venaları ilə ürəyin sol qulaqcığına çatdırılır. Ağciyər dövranı sol qulaqcıqda bitir. Bilirsinizmi, oxuyaq. Ağciyər dövranını ilk dəfə 1242-ci ildə İbn ən-Nəfis təsvir etmişdir. O, ürəyin sağ mədəciyindən arteriyaya vurulan qanın ağciyərləri qidalandırmaq üçün deyil, oksigenlə zənginləşdirmək üçün getdiyini, ürəkdə sağ mədəci ilə sol mədəci arasında keçid olmadığını bildirmişdir. Qan təzyiqi. Ürək mədəciklərinin yığılması zamanı qanın arteriyaların divarlarını göstərdiyi təzyiq qan təzyiqidir. Mədəciklərin sistolası zamanı yaranan təzyiq maksimal, diastolası zamanı yaranan təzyiq isə minimal təzyiqdir. Qan damarlarla hərəkət etdikcə təzyiq tədricən azalır. Orta yaşlı sağlam insanlarda sakit vəziyyətdə normal sistolik maksimal arterial təzyiq 110-120 mm civə sütunu, diastolik minimal arterial təzyiq isə 70-80 mm civə sütunu səviyyəsində olur. Arterial təzyiq göstəriciləri insanın yaşı, həyat tərzi və digər fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Hipertoniya arterial təzyiqin normadan yuxarı olması ilə xarakterizə olunan xəstəlikdir. Bu vəziyyət uzun müddət davam etdikdə ürək, beyin, böyrəklər və digər həyati orqanlara ciddi zərər verə bilər. Hipotoniya isə arterial təzyiqin normadan aşağı olması və xarakterizə olunur. Müalicə edilmədiyi təqdirdə hipotoniya beyin toxumalarının oksigen çatışmamazlığına, ürək damar sisteminin fəaliyyətində pozuntulara və müxtəlif orqanların funksiyonal çatışmazlığına səbəb ola bilər. Nəbz. Ürəyin fəaliyyəti ilə əlaqədar arteriyaların divarlarının ritmik dalğalanması nəbz adlanır. Arteriyaların bədənin səthinə yaxın yerlərdə, məsələn, biləyin içəri tərəfində, gicgahda və boyun nəbz vurğularını yaxşı hiss etmək olur. Nəbzin tezliyi ürək yığılmalarının tezliyinə uyğun gəlir. Limfa sistemi. Toxuma mayyəsinin bir hissəsi ucu qapalı olan limfa kapilyarlarına keçir və burada limfa mayyəsini əmələ gətirir. Limfada hüceyrələrin həyat fəaliyyəti nəticəsində əmələ gələn məhsullar toxuma mayyəsindən çoxdur.
rəngsizdir. Qandan fərqli olaraq eritrositlərə malik deyil. Hüceyrələrarası sahələrdə limfa kapilyarlarına yığılan limfa iri limfa damarlarına toplanır. Limfa damarlarına toplanmış limfa körpücükaltı venaya açılır. Limfa yalnız bir istiqamətdə hərəkət edir. Onun hərəkətinə səbəb limfa damarlarının əhatə edən skelet əzələlərinin və limfa damarı divarlarının ritmik olaraq yığılmasıdır. İri limfa damarlarının daxilində limfanı geriyə axmağa qoymayan aypara qapaqlar olur. Damarlar boyunca limfa düyünləri yerləşir. Limfa düyünləri xüsusi növ leykozitlərin yetişdiyi və aktivləşdiyi mühüm orqanlardır. Onlar eyni zamanda limfanı süzgəcdən keçirərək zərərli maddələrdən, patogen mikroorqanizmlərdən və ölü hüceyrələrdən təmizləyib orqanizmin müdafiəsini təmin edirlər. Limfa damarları və limfa düyünləri birlikdə limfa sistemini təşkil edir. Bu sistem orqanizmdə qanın maye tərkibi, miqdarı və qatılığının tənzimlənməsində, həmçinin mikroorqanizmlərin zərərsizləşdirilməsində mühüm rol oynayır. Dərsimizlə tanış olduğumuza görə gəlin keçək tapşırıqlarımıza. İlk olaraq birinci tapşırığımız qan damarlarının quruluşu ilə onların funksiyaları arasında nə kimi əlaqə vardır? Damarların quruluşu onların daşıdığı qanın təzyiqinə və orada gedən proseslərə uyğun şəkildə formalaşmışdır. Keçirik ikinci tapşırığımıza. İnsanda qan ürəyin sağ mədəcindən sol qulaqcığına çatana qədər hansı damarlardan keçir? Ağciyər arteriyası, kapilyarlar, ağciyər venası və sol qulaqcıq. Keçək üçüncü tapşırığımıza. İnsanda yuxarı boş vena ilə ürəyə daxil olan qan ürəkdən bilavasitə hansı damarlarla çıxır? Ağciyər arteriyasından çıxır. Çünki sağ mədəcikdən qan birbaşa ağciyər arteriyası ilə ağciyərlərə gedir. Keçirik dördüncü tapşırığımıza. Limfa dövranının qan dövranından fərqli cəhətləri nədir? Limfa damarlarında təzyiq çox aşağıdır. Qan damarlarında isə daha yüksəkdir. Bunu yaza bilərsiniz. Keçirik 5-ci və son tapşırığımıza. Verilmiş hansı damarlar insanın böyük qan dövranına aiddir? Gəlin bunu qırmızı ilə yazaq. Demək, aorta böyük qan dövranına bəli aiddir. Ağciyər venası aid deyil. Ağciyər kötüyü aid deyil. Aşağı boş vena bəli aiddir. Cavabımız oldu 1 və 4.